Ümumiyyətlə İlqar bəy, biz necə bilək ki, biz terapiyaya gəlməliyik? Ümumiyyətlə hər kəs mi gəlməlidir, yoxsa bizi hansısa bir narahatlıqlarımız, hansısa bir bizi narahat edən simptomlar mı olmalıdır ki, biz terapiyaya müraciət eləyək? Qəşəng sualdır əslində. Bu terapiya nədir? Sualın cavabıdır əslində. Yəni biz bu suala cavab versək, həm də terapiya nədir sualına cavab verməliyik ki, aydınlaşsın məsələ. Biz bəzən simptomsuz narahatlıqlar ola bilər bizim həyatımızda. Heç bir simptom yoxdur. Bu digər xəstəliklərdə də elədir. Tutalım, insan hansısa bir əslində gizli bir narahatlıq prosesi gedir, amma hər hansı bir simptomu yoxdur. Biz elə bilik ki, hər şey yaxşıdır, hər şey qaydasındadır. Ona görə tövsiyə edirlər ki, ara bir getmək lazımdır, müəyyən analizlər vermək lazımdır, müayinələrdən keçmək lazımdır ki, bəzən bu simptomsuz ola bilər. Bəzi narahatlıqlar var, səxavətlidirlər. Bu mənada ki, simptomla gəlirlər. Ona görə ilkin mərhələlərdə aşkarlayıb müalicəmək olur. Bəzi narahatlıqlarsa belə deyirlər. Bu psixoloji narahatlıqlara da aiddir əslində. Həqiqətən də bəzən elə ola bilər ki, insan baxır ki, normaldır, hər şey qaydasındadır, hər hansı bir narahatlıq yoxdur və mütəxəssisə müraciət etməyə ehtiyac da yoxdur. Və ona görə bəzən elə bir vəziyyətdə gəlir, müraciət edir ki, artıq çox narahatlıq dərinləşib, problem dərinləşib. Bu nöqteyi nəzərdən dolayı tövsiyə olunur ki, hər kəs bir profilaktik tədbir kimi mütəxəssisə müraciət eləsin, uşaqlarını mütəxəssisə göstərmək faydalı bir şeydir. Yəni, o qədər məsələlərlə məşğuluq, uşaqların üstündə o qədər başqa-başqa formalardaəsirik, bəzən hətta lazımsız formalarda. Amma sırf bura gələndə görsən ki, tərəddüd edir ki, filan yox, bir şey olmaz. Yəni, bir mütəxəssislə söhbət eləməsində nəhayətində bu bir söhbətdir, terapevtik söhbətdir. İstənilən halda onun bir faydası olacaq, uşaq danışacaq, ünsiyyətdə olacaq. Özümüz həmçinin, yəni, düşünürəm ki, hər kəsin, psixoloqların özü daxil müraciət etməsi terapevtik ünsiyyətə, terapevtik söhbətə ehtiyacı var, mütəxəssisə müraciət etmək. Amma bir də var ki, konkret simptomlar olur, konkret bizim həyatımızda narahatlıqlar olur və biz onların öhdəsini özümüz gələ bilmirik. İnsan var deyir ki, mən oxuduğum kitablarla və s. öz narahatlıqlarımın öhdəsində özüm gəlirəm. Mənim də mütləq müraciət etməliyim? Yox. Belə bir mütləqlik yoxdur. Əlbəttə ki, insan öz sıxıntılarını özü həll edə bilirsə, elə bəzi kitablar terapiya rolunu oynayır. Yox, amma o yerdə ki, narahatlıq elə bir şiddətdə olur, elə bir qarışıqlıqda olur, içindən insan özü tək başına çıxa bilmir. Onda bir təkana ehtiyacı olur, bir kənar baxışa ehtiyacı olur. Bu zaman əlbəttə ki, müraciət edir. O simptomlar nə kimi simptomlardır? Məsələn, insan görəndə ki, tutalım, mən xoşbəxt deyiləm. Yəni, hər şey yaxşıdır əslində. Bir var ki, rasional əsası olan narahatlıqlar. Məsələn, mənim hansı çaşmazlıqlarım var, həyatımda hansı narahatlıqlar var, tutalım, sosial problemlərim var və bundan dolayı mən biraz narahatam, tutalım. Bu başa düşəndə. Bir də var ki, hər şey yaxşıdır, qaydasındadır, amma mən isə xoşbəxt deyiləm, mən özümü yaxşı hiss eləmirəm. Darıxıram, sıxılıram, çox böhrandayam, gedirəm heç bir məclisdə xoşbəxt ola bilmirəm, üzüm gülmür və s. və s. bu kimi. Bunlar simptomlardır ki, deməli, nəsə düyün var və o düyünü tapmaq lazımdır, o düyünün kökünü görmək lazımdır. Və terapiya əslində o düyünləri görməkdir, o kökləri birlikdə aşkarlamaqdır və başa düşməkdir ki, bundan dolayıdır narahatlıq. Məsələn, insan baxır ki, normalda, mən xeyli pasientlərim olur, deyirlər ki, müəllim, normalda müqayisə edəndə çox da mən yüklərim yoxdur, yəni çox da fiziki işlərim, çox da qasa-qaslarım, falanlarım yoxdur, amma daim yorğunam. Davamlı olaraq bir yorğunluq hiss edirəm. Elə bilirəm ki, bütün günü, necə deyək, daş daşımışam, belə bir yorğunluq. Təbii, burada bioloji səbəblər də ola bilər, hansısa vitamin çatışmazlıqları, hansısa bu müayinələr də olmalıdır filan. Tutalım, bunlar da olunub, orada da hər şey qaydasındadır. Amma mən yenə də belə, deməli, burada narahatlıq psixolojidir. Ola bilsin ki, sən hansısa bir yarışın içindəsən, mən çox təkid edirəm bu mövzuları. Hansısa özünün də xəbərin olmadığın bir yarışın içindəsən və yaxud ola bilsin ki, bəzən biz hansısa situasiyalardan bir vəziyyətə, bir rejimə düşməli oluruq və haqlıyıq. Tutalım, elə bir vəziyyətdə yaşayırıq ki, müəyyən illəri, o vəziyyətdə biz ancaq üsyankar modunda
rejimində olmalıyıq ki, həyatda qala bilək. Amma sonra yaşamışıq, illər keçib üstündən, o vəziyyət yoxdur, artıq normal bir həyata çıxmışıq, hər şey qaydasındadır. Amma biz o modu unutmuşuq. Yəni oradan çıxmağı unutmuşuq, o rejimdən çıxmağı unutmuşuq. Ona görə davamlı bir üsyanın içində, davamlı bir yarışın içində, bir döyüşün içində insan enerjisi məhduddur. Və bütün bunlar terapiyada aşkarlanır. Soruşursan ki, sən kimlə yarışırsan? Bu nə yarışdır? Bu nə davadır? Hansı bir davanın içindəsən? Və baxır ki, doğrudan da mən bir davanın içindəyim. O belə bir sizin sualınıza belə cavab verərdim. Təşəkkür edirəm.